Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ və sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün qəbul tipli ümumi sınaq 2 ilə qarşınızdayıq. 20 suallıq ümumi sınaq bir kanalda yerləşdirilib. Baxmayan müəllimlər mütləq həmin sınağı da izləsinlər. Yəni imtahan ərəfəsində, imtahan öncə bu sınaqları işləmək sizin real səviyyənizi göstərəcək. Vaxt itirmədən keçək suallarımızın ətraflı izahına. Birinci sualımız qəbul sualıdır. Yəni qəbul sualının alternatividir. Sualların əksəriyyəti qəbul sualları və ya onların alternativləridir. A mərkəzli çevrənin diametri B mərkəzli çevrənin diametrindən 10 sm böyükdür. B mərkəzli çevrənin radiusu 7,5 sm olarsa AB məsafəsi neçə santimetr ola bilər? Neçə olar? Deməli biz çevrədən danışanda bilirik ki, bu radius, bu isə bütövlükdə diametrdir. Onda deyə bilərik ki, diametr bərabərdir 2 dənə radiusa. İndi B mərkəzli çevrənin radiusu 7,5-dir. Yəni buradan bura qədər 7,5-dir. Biz bunu əsasən B mərkəzli çevrənin diametrini hesablaya bilərik. Necə? 7,5-i vurarıq 2-yə. Çünki B mərkəzli çevrənin diametri bu olacaq. 7,5-i 2-yə vuranda 15 santimetr. Bu 15 santimetr B'nin diametri. Yazıram B'nin diametri. İndi bu 10 santimetr böyükdür B mərkəzli çevrənin diametrindən. A mərkəzli çevrənin diametri. Onda A mərkəzli çevrənin diametrini 15-in üzərinə 10 gələrik. 25 santimetr taparıq. Burada yazırıq A'nın. Da vaxt getməsin deyə A çevrə yazmıram. A mərkəzli çevrə yazmıram. Sadəcə A'nın diametri özünüz anlayacaqsınız. A'nın diametri. A'nın diametri isə buradan buradır. Əla. Amma bizdən soruşulan AB məsafəsidir. AB məsafəsi isə buradan bura qədər olan məsafədir. Deməli, biz B mərkəzli çevrənin radiusunu onsuz da 7,5-i bilirik. İndi A mərkəzli çevrənin də radiusunu, yəni buradan bura qədər tapmalıyıq. Amma mən A'nın diametrini bilirəm. Radiusu necə tapacağım? 25-i bölərəm 2-yə. 25-i 2-yə böləndə alınacaq 12,5. Deməli, A'nın radiusu 12,5-dir. Yəni, buradan bura qədər 12,5-dir. İndi qalır bunları toplamaq. AB məsafəsinə əsasən 12,5 üstəgələk 7,5. Bu eləyir 0, 9, 20. Vergüldə sıfırdan sonra sıfırın mənası yoxdur. Doğru cavab elədir. C variantı. İkinci sualımız yaş məsələsindən bağlıdır. Ayselin yaşı Leylanın yaşının yarısından 2 vahid azdır. Kimlərdən danışırıq? Aysel baş hərflərini qeyd edirik. Burada qeyd edirik Leyla. Ayselin yaşı Leylanın yaşının yarısından. Mən burada Leylanın yaşını x götürüb burada 2-də 1x yaza bilərəm. Amma daha rahat olsun deyə yarısı sözü olduğuna görə Leylanın yaşını 2x götürəcəm. Yarısında olacaq x 2 vahid az dediyinə görə 2-ni çıxacaq. Yəni yarısından 2 vahid azdır. Davam edirik. Aysel 6 il əvvəl. Aysel 6 il əvvəl Leyla 10 il sonra doğulsaydı bu deməkdir ki, Aysel 6 il əvvəl Ayselin 6 yaş böyük olduğunu göstərir. Bax, çox önəmli bir məsələdir. Yaş məsələlərinə bağlı kifayət qədər dərslərimiz var. Nə demiş, dəyərli müəllimlər? Əgər mənim 6 il öncəki yaşım desə, tutaq ki, yuvarlaq danışaq. Məsəl üçün, mənim 30 yaşım var. Mənim 6 il öncəki yaşım 24 eləyir. Amma mən 6 il öncə doğulsaydım, 6 yaş daha böyük olardım. Yaşım 36 olardı. Bu çox önəmli məsələdir. Yəni, 6 il əvvəlki yaşı demir. 6 il əvvəl doğulsaydı deyir. Ona görə Ayselin yaşı x çıxılsın 2 üstəgələk 6. Bunu da sadələşdirsək x üstəgələk 4 eləyər. Leyla 10 il sonra doğulsaydı. Leylanın 10 il sonraki yaşını demir. Diqqətli olaq. Leyla 10 il sonra doğulsaydı deyir. Yəni 10 yaş daha böyük olardı. O zaman Leylanın yaşı 10 il sonra doğulsaydı deyirsə, yəni 10 yaş az olardı daha doğrusu. Yəni biri var deyək ki, Leyla 10 il sonraki yaşı, Leylanın yaşının üzərinə 10 gəlirik. Bir də təkrar edirəm. Amma 10 il sonra doğulsaydı deyəndə, məsələn, adam tutaq ki, 1990-da yox, 2000-də. Ona görə yazıram bura 2x çıxılsın 10. Yaşlarını müəyyənləşdirmişik. Davam edirik. Ayselin yaşı, yəni bu x üstəgələk 4. Leylanın yaşından, yəni bu 2x çıxılsın ondan 2 vahid az olardı. Bu az olardı da, onda biz
2-ni hara gələcək? 2-ni bunun üzərinə gələcək ki, bu azdır, bu da çoxdur. Bərabərlik prinsipimiz ödənsin. Buradan x üstə gələk 6, bərabər 2 çıxılsın 10. Bu keçir, bu bir də bura bu tərəfə. X bərabərdir 16. Bizdən Leylanın neçə yaşı var? Soruşur. Leylanın yaşı amma diqqətli oluruq. 2x-dir. 2 vurulsun 16 bərabər 32. Doğru cavab Y variantı. Növbəti 3-cü sualımız kəsr hissə məsələlərinə aid olan maraqlı bir sualdır. Sahədə olan məhsulun əvvəlcə 8 tonu, sonra isə qalan məhsulun 5-də 3 hissəsi yığıldı. Bundan sonra qalan məhsulun kütləsi yığılan məhsulun kütləsindən 2 dəfə az oldu. Əvvəlcə sahədə olan məhsulun çəkisinin rəqəmləri cəmi neçədir? Biz bilmirik əvvəlcə sahədə olan məhsul nə qədərdir. Əvvəlcə sahədə olan məhsulu x götürək. Əvvəlcə 8 ton yığılıb. 8. Yazıram ilk yığılan. Bura yazıram ilk yığılan. Bu bərabərdir nəyə? Bu bərabərdir 8-ə. İndi sonra qalan. Qalan nə qədər olacaq? Hamısını bir yazıram ki, bir problem olmasın. Qalan. Sonra isə qalan məhsulun 5-də 3 hissəsi. Sonra yığılan. Sonra yığılan. 5-də 3. Yəni x minus 8-in 5-də 3-ü. Bu hissəsi aydındır da müəllimlər. İndi cəmi yığılan nə qədər olacaq? Bura yazıram. Cəmi yığılan. 8 buradaydı. Bu qədər də buradadır. Üstə gələk 5-də 3 x minus 8. Bu bizim üçün olduqca vacib informasiyadır. Bunu qeyd edirik. İndi gəlin davam eləyək. Cəmi yığılanı tapdıq. Bəs qalan nə qədərdir? Bax, bu çox önəmlidir. Ən sonda nə qədər qalmışdı? X minus 8. Burada 5-də 3 x minus 8 də yığıldı. İndi bundan ümumi çıxada bilər. Amma daha rahat bir qayda deyəcəm sizə. Dəyərli müəllimlər. 5-də 3 hissə yığılıbsa 5-də 2 hissəsi qalıb da. Nəyin 5-də 2 hissəsi? Ən sonda x minus 8 deyildi. Deməli, qalan, bura yazıram. Qalan 5-də 2, yəni son qalan x minus 8. Hər bir şey bütöv, yəni 5-də 5 götürülür. Bunun 5-də 3 hissəsi yığılıbsa 5-də 2-si qalıb. Ən son x minus 8 qalmışdı. Onun da 5-də 3-ü yığılandan sonra 5-də 2-si qaldı. Deməli, bu da bizim üçün növbəti vacib informasiya. İndi bizə deyir ki, yığılan məhsulun kütləsindən 2 dəfə az oldu qalan məhsul. Yəni, bu 5-də 2 x minus 8, bu yığılandan 8 üstə gələk 5-də 3 x minus 8-dən nə qədər az oldu? 2 dəfə az oldu. Bu azdır. Ona görə bunu 2-yə vuracaqsan. Bitdi. Biz bu tənliyi həll eləməliyik. Yox, müəllim, mən bu tənliyi həll elə bilmirəmsə, deməli, həqiqətən də bizdə ciddi problem var. Yəni, nə mənada hazırlaşmağımızda ciddi problem var. Biz onu düzəltməliyik. Burada 2 vurulsun 5-də 2 də 5-də 4 deməkdir. Bunu birbaşa 5-də 4 kimi yaza bilərəm. 5-də 4-ü vurub basacağım. 5-də 4x minus 5-də 4 bunun sürətinə vurulur. 32 bərabərdir 8 üstə gələk. 5-də 3x minus 5-də 24. Vurduq, açdıq da bunu da. İndi sonra nə edəcəyik? Baxın, 5-lər sizi çaşdırmasın. Kəsirdən azad eləmək üçün hər tərəfini 5-ə vursaq, hər tərəfini 5-ə vuranda burada alınacaq 4x çıxılsın 32 bərabərdir 5 dəfə 8 40 üzərinə gəlinsin 5-i 5-də 3-ə vuranda elədi 3x minus 5-də 24-ü 5-ə vuranda elədi 24. Sadələşdirsək 3x bu bir tərəfə keçir. Bu 40-dan 24-ə çıxırıq 16, 32-də bu tərəfə keçir 48. X-i bərabərdir 48 tapdıq. Məhsulun əvvəlki, yəni sahədə olan çəkisi nə qədər idi? 48. Bizdən bunun rəqəmlər cəmini soruşur. 4 üstə gələk 8 bərabər 12 elədi. Doğru cavab Y. Yəni kəsrlə bağlı mükəmməl, gözəl bir sual idi. Növbəti sualımız yuvarlaqlaşdırma və qəbul sualıdır. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 28400 alınan rəqəmləri müxtəlif ən böyük ədəd. Dəfələrlə demişik. Yüzlüyə qədər yuvarlaqlaşdıranda ən böyük deyirsə üzərinə 49 gəlirik, ən kiçik deyirsə 50 çıxırıq. Əvvəlcə qaydamızı tətbiq edək. Sonra rəqəmləri müxtəlif və ya müxtəlif olmayan hissəsinə baxarıq.
Deməli, 28400-ün üzərinə 49-u gələrik. Ədədimiz eləyər 28449. Bizdən sadəcə soruşsaydı ki, yüzlüyə qədər yuvarlaqlaşdırdıqda 28400 alınan ən böyük ədəd cavab 28449 olardı. Amma burada rəqəmlərin müxtəlif şərti var. Deməli, biz burada müəyyən işlər görməliyik, müəyyən dəyişikliklər eləməliyik. Bizim bu birinci 4-ü dəyişmək kimi bir imkanımız yoxdur. Məsələn, deyərsiniz bunu 3 eləyək. 3 eləsək onda bu 28300 neçə olur? Amma bizə deyir ən böyük. Deməli, bu 4-ü dəyişməyəcək. O digər 4-ü dəyişəcək. 28, 4. Bu 4-ü də biz 5, 6 kimi eləyə bilmərik. Çünki bura 5 yazsaq yuvarlaqlaşdıranda 28500-ə keçər. Məcbur 4-dən aşağı ədəd ən böyük dediyinə görə 3 götürəcəyik. 39. 28439. Bunu aldıq. İndi keçirik növbətisinə. Minliklərə qədər yuvarlaqlaşırsaq 16000 alınan rəqəmləri müxtəlif ən kiçik. Gəlin yuxarıdakı bu 49-50 məntiqini görək minlikdə necə olur. Qayda, minliyə qədər yuvarlaqlaşırsaq ən böyük və ən kiçik ədəd deyirsə, ən böyük deyəndə üzərinə 499 gəlirik, ən kiçik deyəndə 500 çıxırıq. Bu qaydadır. İndi bu qaydanı tətbiq edib sonra rəqəmlərin müxtəlif şərtini analiz eləyəcəyik. 16000-in üzərinə, daha doğrusu ən kiçik dediyinə görə 16000-dən 500-ü çıxacaq. 16000-dən 500-ü çıxanda qalır 15500. Amma diqqətli oluruq. Burada da rəqəmlərdə eynilik var. Ona görə biz nə edəcəyik? Məcbur dəyişikliklər eləyəcəyik. Bu birinci 5 dəyişmək kimi imkanımız yoxdur. İkinci 5-i də aşağı eləyə bilmirik. Məsələn, 4 eləsək, bu yuvarlaqlaşırsaq 15000 alınır. Amma biz 16000'dir. Deməli, 5-dən böyük ədəd olmalıdır. Mən kiçik 6 olmalıdır. Bu sıfırla işimiz yoxdur. Bu sıfır 1 eləyə bilmirik. Çünki 1 eləsək, burada 1 olur. Məcbur 2 eləməliyik. Və ən kiçik ədədimiz rəqəmləri fərqli şərti ödəyən 15602-dir. Bunların bizdən cəmini soruşduğundan yazıram 28439 üzərinə gəlinsin 15602. Toplasaq bunları 1, 3 ilə 0, 3 bir yadda 4, 10 0 yaza bir yadda 13, 14 bir yadda 3, 4. 44041 doğru cavab elədi D variantı. Növbəti sualda qəbul sualıdır. Sistem tənliyi ilə həll olunan bir məsələdir. Sistem tənliyi deyəndə bunu gözünüzdə böyütməyin. Məsələlər var ki, onların sistem tənliyi ilə həlli daha rahatdır, nəinki bir dəyişənin tənliyi ilə. Deməli, müəllimlər, 4 heyva və 6 şaftalının kütləsi 1375 qramdır. Yazıram 4 heyva üstəgələk 6 şaftalı bərabərdir 1375 qram. 6 heyva və 4 şaftalının kütləsi isə 1 kiloqram 425 qram. Yazırıq 6 heyva üstəgələk 4 şaftalı bərabərdir 1 kiloqram 425 qram. Burada 1 kiloqramı da biz digərinə görə uyğun olar ki, qrama çevirək. 1 kiloqramımızı 1000 qramdır. 425 buradadır. Üzərinə gələndə eləyəcək 1425 qram. Əla. İndi burada fikirləşərsiniz ki, tərəf-tərəfə toplasaq rahat halı olur. 10 heyva, 10 şaftalı, sonra hər tərəfini 10'a bölürük. O zaman daha rahat olardı ki, 1 heyva və 1 şaftalı. Burada deməli mən hər birinin ayaqlı çəkisini bilmək məcburiyyətindəyim ki, 4 heyvanı tapım. Nə edirəm? Burada heyva bizdən soruşulur. El eləməliyik ki, şaftalılar silinsin. 6 şaftalı, 4 şaftalı. Bunun hər ikisi nəyə bərabər elə bilərik? 12'yə. O zaman birincinin hər tərəfini 2'yə vuracaq, ikincinin hər tərəfini 3'ə vuracaq ki, əmsallar bərabərləşsin və tərəf-tərəfə çıxanda silinsin. Birincinin hər tərəfini 2'yə vuranda 8 heyva, üstəgələk 12 şaftalı bərabərdir. 1375'i 2'yə vuranda 2750. İkincinin hər tərəfini 3'ə vuraq. 18 heyva, üstəgələk 12 şaftalı bərabər 3'ə vuranda 4275. Tərəf-tərəfə çıxaq. Təbii ki, böyükdən kiçik çıxaq. Daha uyğundur. 12 şaftalılar gedər. 18 heyvadan 8 heyvan çıxanda qaldı 10 heyva bərabərdir. 4275'dən 2750'nin çıxanda qalır 1525. Buradan da 10'a bölək. Heyva da bərabərdir. O adi biz onluq kəsrən bölünməsini bilirik. Böləndə ona vergülü 1 0. Sıfırdakı neçə dənə 0 varsa o qədər sola çəkəcək. Eləyəcək 152,5. Deməli,
Bir heyvanın kütləsi 152,5 qramdır. Amma məndən 4 heyvanı soruşur. 152,5 vurulsun 4-ə. Bunu da vuranda cavab eləyəcək 610 qram. Doğru cavab C variantı. Növbəti suala baxırıq müəllimlər. Bərabərsizliyində A-nın ala biləcəyi ən kiçik və ən böyük natural qiymətlərin hasilini tapın. Deməli 12 kiçikdir bərabərdir. Burada 3-də 4 vurulsun A, elə bil 4-də 4 vurulsun A da kiçikdir 16. Bərabərsizliklər hər imtahanda bizim qarşımıza çıxan mövzulardandır. Quruluş olaraq biraz qəribə görsənə bilər, amma rahatdır. Elə bil 4 vurulsun A böl 3 deməkdir. Kəsrlə yazılıb, kəsr bölmədir. Biz nə demişik? Məqsədimiz ortada tək hərfi saxlamaqdır. Ona görə sağa sola keçirtməliyik, bölmədirsə vurmalıyıq, vurmadısa bölməliyik. Burada biz 3-dən azad olmaq istəyirik. Çünki kəsirdə məxrəcdə 3 var. Onun üçün hər tərəfini 3-ə vuraq. 3-ə vuranda bu eləyəcək 36, işarə dəyişməyəcək. Bunu 3-ə vuranda 3-lər gedir, qalır 4 vurulsun A, kiçikdir 3 16-ya vurduq 48. Nə demişdik? Ortada vurma varsa sağa sola bölməsindən keçir və özü buradan silinir. Belə deyək də, burada vur 4 var, hər tərəfini 4-ə bölürük. 36-nı 4-ə bölsək, burada alınar 9, kiçikdir bərabərdir. Burada 4 dedik, silinir və ya 4-ə bölürük. A alındı, kiçikdir 12-dən. İndi 9-dan böyük 12-dən kiçik. Və burada böyükdür, bərabərdir. Bərabərsizliyin təyinatını da unutmuruq. A-nın ala biləcəyi qiymətlər hansılardır? 9 daxildir, çünki kiçikdir, bərabərdir. 10, 11, 12 daxil deyil. Çünki burada bu ciddi və qeyri-ciddi bərabərsizliklərdə belə olanda daxil olmur. İndi ən böyük və ən kiçiyinin də hasilini bizdən soruşur. 11-i vuracaqsan 9-a, eləyəcək 99. Doğru cavab D variantı. Növbəti MİQ imtahanının, indiyə qədər ümumiyyətlə imtahanların istifadə olunmuş ən çətin kəsr məsələsidir. Elə bil həmin məsələdir, amma birə-bir eyni deyildi. Ədədlər, rəqəmlər fərqlidir. Amma analiz edəndə görəcəksiniz ki, qeyri-adi bir şey yoxdur. 4 otaqlı mənzilin ümumi sahəsi 300 kvadrat metrdir. Qeyri-yaşayış sahəsi mənzilin 5-də 2 hissəsini təşkil edir. Əvvəlcə qeyri-yaşayış sahəsini tapaq. Qeyri-yaşayış sahəsi. Üç yüzün 5-də 2-sinə baxırıq. Tamı kəsir hissəsidir. 300-ü 5-ə bölürük, 62-yə vururuq, bərabərdir 120 kvadrat metr. Deməli, qeyri-yaşayış sahəmiz 120 kvadrat metrdir. Birinci otaq, yazıram bura, birinci otaq. Qeyri-yaşayış sahəsinin 4-də 1 hissəsini, 120-nin 4-də 1-ini təşkil edir. 120-nin 4-də 1-i 120-nin 4-ə bölür, elədi 30 kvadrat metr. Davam edirik. İkinci otağın isə 2-də 1 hissəsini təşkil edir. Yazıram bura ikinci otaq. Mən burada ikinci otağa x deyə bilərəm. İkinci otaq x-in 2-də 1-i bərabər 30 yaza bilərəm. Amma daha rahat bir qayda deyəcəm. Məsələn, ədədin hissəsinin tapılması var. Bir də var hissəsinə görə ədədin tapılması. Bura qədər biz həm qeyri-yaşayış, həm birinci otaq ədədin hissəsini tapdıq. İndi isə hissəsinə görə ədədin tapılma qaydasını tətbiq edəcəyik. Deyir ki, ikinci otağın 2-də 1 hissəsini təşkil edir. Biz özümüzə sual veririk ki, ikinci otaq nə qədərdir ki, bunun 2-də 1 hissəsi 30 eləyir. Deməli, 2-də 1 hissəsi 30 olan ədədi tapacaq. Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən ədədə bölürük. 30-u bölürük 2-də 1-ə. Bu tərsinə vuracaq, eləyəcək 60 kvadrat metr. Deməli, ikinci otağımız 60 kvadrat metr imiş ki, bunun 2-də 1 hissəsi 30 eləyir. Davam edirik. Üçüncü otaq. Üçüncü otaq isə 4-cü otağın sahəsindən 16 kvadrat metr kiçikdir. Burada yazıram 4-cü otaq. Burada artıq kiçik tənlik qurmalıyıq. Elə bil 4-cü otaq 3-cü otaqdan 16 böyük olacaq da. Onda 3-cü otağı x deyək, 4-cü otağı x üstə gələk 16. Əla, məsələn, hazırdır. Qeyri-yaşayışı bilirəm. Birinci otağı bilirəm, ikinci otağı bilirəm, üçüncü otağı bilirəm, 4-cü otağı bilirəm. Bu qeyri-yaşayış sahəsinin birlikdə bu 4 otaqlı mənzil ümumi 300 kvadrat metri əhatə eləyir. Toplayıb 300-ə bərabər eləyəcəksən. 120
üstəgələk 30, üstəgələk 60, üstəgələk x, üstəgələk x, üstəgələk 16. Birbaşa bu qeyri-yaşayışa çıxıb da yaşayışları bərabər eyni şeydir. Onsuz da buradan alınır o. Bərabərdir 300. Həll eləyək. Buradan alacağıq 120, 30. Ən sonda bu elədi nə qədər? 150. 150 ilə 60, 210. 210 ilə 16, 226. 300-dən 226-nı çıxanda burada 2x qaldı. 74 alındı. X də bərabərdir buradan. 74'ü 2'ye böləndə elədi 37. X 37 tapdıq. Bizdən 4-cü otağın sahəsini soruşur. 4-cü otağın sahəsi x üstəgələk 16-dır. 37 üstəgələk 16 bərabər 53. Yəni A variantı. 8-ci sualımız. Kater məsələsi, teplaxod məsələsi dəfələrlə işləmişik. Bəlkə də kanalımızda ən çox elə izah bu mövzu ilə bağlı verilib. Teplaxodun 6 saat ərzində axına qarşı getdiyi yol 4 saat ərzində axının istiqamətinə getdiyi yoldan 85 km çoxdur. Durğun suda teplaxodun sürəti 60 km/saatdır. Bu da qəbulun sualıdır. Daha hamısını dinməyə ehtiyac yoxdur da. Yəni başdan dedim ki, hər biri qəbul və onların alternativləridir. Teplaxodun sürəti T bərabərdir 60 km bölünsün saat. Çayın sürətini mən bilmirəm. Elə sual işarəsi. X-lə işarə eləmirəm, elə çay hərfindən işarə eləyəcəm. Gəlin baxaq. Deməli, 6 saat axına qarşı. Axına qarşı dəfələrlə demişik ki, çayın istiqaməti bu, teplaxodun istiqaməti oxla göstərilirsə, bu çıxılacaq. O zaman, yəni bu 60-dan çayı çıxıram. 6 saat ərzində axına qarşı 6 vurulsun, 60 çıxılsın çay. 4 saat ərzində axın istiqamətində sürətlər toplanır. Yəni ox belədirsə, bunun üzərindəki katerdə oxu eyni istiqamət olacaq. Axın istiqamətində getdiyi yoldan, axın istiqamətində deməli olacaq 60 üstəgələk çay. 4 saat ərzində, burada yazıram 4. 85 çoxdur. Bu çoxdur, bu azdır. Burada da özü şərtdə verir də, axına qarşı getdiyi yol, axın ilə getdiyi yoldan çoxdur. Ona görə mən 85-i hansının üzərinə gələcəm? Bu azın üzərinə gələcəm ki, bərabərliyimiz ödənsin. Ortaya da bərabərlik işarəsi yazdım. Həll eləsək, 360 çıxılsın 6 çay bərabərdir. 4-ü vururuq 60-a elədi 240, üstəgələk 4 çay, üstəgələk 85. İndi sağa sola keçirsək 10 çay bərabərdir. 240 ilə 85-i toplayarıq. Keçər 360-dan 325 eləyər və buradan da çıxanda 360-dan 35 qalar. Çay da bərabərdir. 35-i 3-ə böləndə 3,5. Məsələlərə fikir verirsinizsə, müəllimlər, görürük ki, cavabların əksəriyyəti onluq kəsir kimi alınır. Bu da məqsədli şəkildə seçilib. Çünki onluq kəsirlərlə işləmə vərdişiniz olmalıdır sizin. Çünki proqramda xüsusi adı keçir. Yəni gözləməyin ki, hər şey tam ədəd alınmalıdır. Növbəti maraqlı bir ədəd məsələsidir. Elvin 40 nəfərin qatıldığı qaçış yarışında sondan 11-cidir. Bu o deməkdir ki, sondan 11-ci olmaq, yəni tutaq ki, belə bir buradan sıralar gedir. Elvinin yeri buradır. Bura başlanğıc, baş, bura son yazıram da son. Elvin burada 11-cidirsə, bu o deməkdir ki, Elvindən arxada, Elvin arxasında 10 nəfər var. Burada 10 nəfər var. 10 nəfər var ki, Elvin 11-ci olur da. Bəs qarşısında neçə nəfər var? Ümumi sayımız da neçə nəfərdir? 40 nəfər. 10 nəfər burada, 11 nəfər burada. 11 deməli, onda burada da öndə 29 nəfər var. Əla. Biz buradan hansı nəticəni çıxardıq? Deməli, Elvin sondan 11-ci olanda başdan 30-cu olacaq. 30-cu yazdıq. Hardan alırıq? 10 nəfər burada, 1 nəfər Elvin 11 nəfər elədi. Ümumi sayımız 40 nəfərdir. Deməli, önə 29 nəfər düşür. Mənim önümdə 29 nəfər varsa, mən 30-cu sayılıram da. Əla. İndi o yarışda ikinci olmaq üçün necə eləyəcəyik? Sadəcə 30-dan 2-ni çıxacaq 28. Mən bu hissəsini anlamadım. Niyə 2-ni çıxırıq? Sən indi 30 dənə bunu yazası deyilsən. Amma mən sənə ağlında sual qalmasın deyə
tam dərk eləyəsən deyə bir dənə buradan başdan yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni bu bizim üçün kiçik bir şkaladır ki, tam dərk eləyək. Tutaq ki, adam 10-cudur. Hə, bu sualı qoyuram kənara. İkinci olması üçün adam neçə nəfər keçməlidir? 10-cu adam 9-u keçir. 1, 2, 3, 4, 5, 6, 7. Bu ikincini də keçməlidir ki, onun yerində olsun da 8. İkinci adam olması üçün nədir? Ondan ikinci çıxdıq 8. Burada sənin üçün artıq göstərdim və sənin beynin belə deyək aydınlandı. Bax, riyaziyyatı bu formada öyrənmək lazımdır müəllimlər. Sualda ağlınızda başqa bir sual qalmamalıdır. Testdə ağlınızda başqa bir sual qalmalıdır ki, belə olsa necə olur? Təbii ki, bu qalacaq. Digər suallarda bu ola bilər yaransın. Onu da təbii ki, yazırsınız, soruşursunuz rəy bölməsində biz onu cavablayacağıq. Burada tam sizin üçün açıqlanır ki, hə, niyə 2 çıxdıq? Buna görə. Amma mən indi burada belə deyək də 80 olsa 80 dənə yazası deyiləm ki, kiçik bir rəqəm, 5 dənə də rəqəm yaza bilərdim. Standart 10 dənə yazdım ki, bunu burada görə biləsiniz. Faiz məsələmizə baxırıq. Samir hər birinin satış qiyməti 250 manat olan su filtrlərinin satıldığı mağazada işləyir. Onun sabit əmək haqqı 1000 manatdır. Bundan əlavə, satdığı hər filtrin satış qiymətinin 4% qədər bonus alır. Aha, buna 254%, yəni bir dənə filtr satanda görək bir filtrdə nə qədər pul alır? 250-nin 4%-nə baxaq görək. Bölünsün 100, bu 25, 10 manat. Deməli, hər filtrdən 10 manat pul bonus götürür. Bu birinci bir informasiyamızdır, qeyd edirik bunu. Yanvar ayında onun əmək haqqı 1400 manatdır. Amma bunun yanvar ayındakı stabil maaşı 1000 manat olmalıdır. Deməli, nə qədər olub? 400 manat bonus olub. 1400-dən çıxıram 1000 manatı, bərabərdir 400 manat. Bura yazıram yanvar bonusu. Fevral ayında 1560 manat olub. 1560-dan çıxıram 1000 manatı, bərabərdir 560 manat. Fevral bonusu. İndi müəllimlər, ayrı-ayrılıqda da hesablaya bilərik. 400-ü 10-a bölərik, 560-ı 10-a bölüb belə də tapa bilərik və ya buradakı fərqi tapıb da bölə bilərik. Eyni şeydir. İndi fevral ayında neçə manat çox qazanıb? 560-ı böyle 560'dan daha doğrusu çıxıram 400'ü 160 manat çox, onda 160 manat çox qazanıbsa 160 manat neçə filtrin qiymətidir, əlavə bonusun qiymətidir. 160'ı böləcəksən ona bərabərdir 16 filtr çox. Başa düşdünüz bu hissəni? Yenə təkrar edirəm. Belə də tapa bilərik. 410'a bölərik. 40 dənə yanvarda satıb. 560'ı 10'a bölərik. 56 dənə fevralda satıb. 56'dan 40'a çıxa bilərik. Yenə də 16 almış olacaq. Növbəti perimetr və sahə ilə bağlı olan bir sual nümunəsidir. Bundan daha sadələri, belə deyək, bax, bundan daha sadələri hər imtahanda düşüb. Perimetri tapın, sahəni tapın. Aşağıdakı figurda bitişik tərəflər bir-birinə perpendikulyardır. O deməkdir ki, yəni bunlar düz bucaq kimidir də. Bunu biz düz bucaqlı kimi düşünə bilək. Bu bəzən verilmir, amma verilməsə belə onun perpendikulyar kimi olar təsəvvür edin. Yoxsa yəni bu belə də ola bilər də. Bax, məntiq budur. Verilən ölçülərə əsasən figurun sahəsi neçə kvadrat santimetr olar? Bunu biz tamamlaya da bilərik. Bax, buradan bu hissədə belə tamamlaya da bilərik və s. və ilə axır. Mənim ağlıma və sizə tövsiyə edəcəyim bu sualda ən uyğun bunu hissələrə bölməkdir. Sahədə istənilən figur bölündüyü hissələrin sahələri cəminə bərabərdir. Ona görə bunu buradan bu formada böldük. Bura 3-dürsə, bura 3-dürsə, bura 3 olacaq. Onda bu hissənin sahəsi nə qədər olacaq? 3 vurulsun 3 bərabərdir 9. İndi buradan az öncə dedik ki, bunu belə böldük. Gəlin indi buradan, bunu da buradan belə bölək. Belə bir düzbucaqlı aldıq. İndi yuxarı 3-dürsə, buranın bütövi 20-dirsə, 20-dən 3-ü çıxdıq, onda bura elədi 17. Bax bu hissə. Buradan bura qədər elədi 17. Bura 3-dürsə, bura 3-dürsə, buradan bura qədər elədi 6. Onda 17 vurulsun 6 bərabər elədi 6 və 7 42 102. Deməli buranı da 102 tapdıq. İndi gəlin buranı belə bölək. Bura 10'dur, 10'suz da problem yoxdur. Mənə maraqlı olan baxın bu hissədir. Necə eləyəcəyik? Buradan bura qədər, buradan bura qədər 20'yə əsasən də tapa bilərik və ya buradan bura qədər az öncə biz neçə dedik?
17 demədik. Bax, buradan bura qədər 17 demişdik də. 10 da burada var. Onda bu 17-dən 10 çıxanda onda bura elədi 7. Əla. Burada 10. Nəticə olaraq bu düz bucaqlanda hesablayaq. 10 vurulsun 7 bərabərdir 70 elədi. Ən sonda bura qaldı. Gözəl. Baxın. Bura 6, bura 12. 12 dəfə də 6, bunu da buradan yazıram. 12 vurulsun 6 bərabər 72. Bütün hissələr məlumdur. Bütöv fiquru bizdən soruşduğundan topla 9 üstəgəl 102 üstəgəl 70 üstəgəl 72 70 70 142 242 9 244 daha doğrusu 9 253 mi deyirəm, düz topladıq. Doğru variant A variantı. 12-ci sual mühakimə ilə bağlıdır və maraqlı bir sualdır. Rəqəmləri müxtəlif rəqəmləri olan, yəni müxtəlif rəqəmli bir ədəddir. 3 fərqli, deməli ədədlərdə bir-birindən müxtəlif olmalıdır. Ədədin cəmi 1643-dür. Bu ədədlərdən ikisi 456-dan kiçikdirsə, ən kiçiyi ən az neçə olar? Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Cəm bərabərdir 1643. Ən kiçiyi ən az dediyinə görə mən bunu x götürəcəm. Uyğun şərtlər daxilində digərlərini ən böyük götürəcəm. Rəqəmləri müxtəlif. Ən böyük 3 rəqəmli ədəd 987-dir. Baxın, bu ən kiçikdir. Məndən soruşulan. Niyə mən 987 götürdüm, onu izah edeyim. Dəyərli müəllimlər, məndən ən kiçiyini soruşursa, digərlərini uyğun şərtlər daxilində ən böyük götürəcəm. Ən böyük 3 rəqəmli ədədimiz 999-dur. Götürə bilmirik, çünki rəqəmlər müxtəlif deyir. 998 də həmçinin onu məcbur 987 götürürük. İndi, amma başqa bir şərt də verib. İkisi 456-dan kiçik. Mənim aldığım ədəd onsuz da 456-dan kiçik olacaq. Deməli, mən bunu da 456-dan kiçik götürməliyəm şərtə əsasən. Amma böyük olmalıdır axı. 456-dan kiçik ən böyük ədəd hansıdır? Deyə bilərsiniz 455. Əla, amma rəqəmlər eynidir. 454 rəqəmlər eynidir. Məcbur bura biz 453 götürəcəyik. Gördünüz? Həqiqətən də çalışdıq ki, digər ikisini şərtə uyğunlaşdıraq və ən böyük götürək. Toplasaq, bunlar eləcək 1440, üstə gələk x bərabərdir 1643, x də bərabərdir 1643-dən 1440 çıxanda 203. Doğru cavab elədir. C variantı, bax bu mühakimə ilə bağlı olan maraqlı bir sual idi. Növbəti qəbul sualımız son imtahanların qəbul sualıdır 2025. Qatar 18:45-də yola düşür. Rəhim evdən stansiyaya 1 saat 25 dəqiqəyə çatır. Bu Rəhimin çatma vaxtıdır. Rəhim qatar yola düşməzdən 2,4-də 1 saat əvvəl stansiyaya çatmalıdırsa, evdən saat neçədə çıxmalıdır? Həm saat məsələlərindən bağlıdır çevirmə, həm proqramda adı xüsusi keçən qarışıq ədədlər, çünki buradakı bu kəsir qarışıq kəsirdir. İndi normalda qatar 18:45-də yola düşür. Amma bu yola düşməzdən, yəni 2,4-də 1 saat əvvəl ora çatmalıdır. Gəlin 2,4-də 1 saatı saat və dəqiqəyə çevirək. Görək bu nə qədər eləyir? Bu bərabərdir 2 saat. 4-də 1 saatımız da 60-ın 4-də 1-i nə qədər eləyir? 15 dəqiqə. 2 saat 15 dəqiqə. Deməli 18:45-dən yola düşmə vaxtından 2 saat 15 dəqiqə əvvəl çıxacam 2:15-i. Nə qədər eləyir? 18:45-dən 2:15-ə çıxanda qalır 16:30. Deməli 16:30-da stansiyada olmalıdır. Əla. 16:30-da stansiyada olmalıdır. Bəs bu onda evdən neçədə çıxmalıdır? Bunun evlə stansiya arasındakı vaxtı nə qədərdir? 1 saat 25 dəqiqə. 16:30-dan da 1:25-i çıxıram. Qalır 15 saatdan saat, dəqiqədən dəqiqə çıxılır. 15:05. Deməli 15:05-də evdən çıxmalıdır ki, stansiyada 16:30-da olsun. Doğru cavab B. Kifayət qədər normal bir vaxt məsələsi idi. Qalıqlı bölmə ilə bağlı suala baxırıq. A bölünsün C bərabərdir F qalıq 11. F bərabərdir C bölü 3 olarsa A-nın ən kiçik qiyməti haqqında hansı fikir doğrudur? Qalıqlı bölmə və alacağımız cavabla bağlı inteqrasiya tipli bir sualdır. A bölünsün C, burada F, burada da 11. İndi bizə deyir ki, A-nın ən kiçik qiyməti. A-nın ən kiçik qiyməti olması üçün biz C-ni
ən kiçik götürməliyik. Yəni bizim burada qalıq bölən bir əlaqəmiz var. Qalıqlı bölmədə bilirik ki, qalıq hər zaman böləndən kiçik olmalıdır. Qalığımız 11-dirsə, bölənimiz ən kiçik neçə ola bilər? C bərabərdir 12 ola bilər. Əla. C 12-dirsə, F-i də avtomatik burada mənə əlavə bir şərt verib. F bərabərdir C bölünsün 3, yəni 12 bölünsün 3, bu da bərabərdir 4. Deməli, F-imiz də nəyə bərabərdir? 4-ə. F də bərabər, bura yazıram 4. Əla. Hamısı məlumdur. Yazıram A bölünsün. C-nin yerinə 12 yazıram. F-in yerinə 4 yazıram. Burada yazıram 11. İndi biz A ədədini tapa bilərik. A bərabərdir 12 vurulsun 4, yəni 12 vurulsun 4, üstə gələk 11. 48-in üzərinə 11 gələndə elədir nə qədər? 59. Deməli, bizim axtardığımız ədəd 59-dur. İndi baxaq görək cavabda 59 ilə bağlı hansı variant doğrudur. A variantında təşkiş mərtəbəsində yerləşən rəqəm onluq mərtəbəsində duran rəqəmin 3 vahid böyükdür. Təşkiş mərtəbəsindəki rəqəm 9, 5-dən 4 vahid böyükdür. Deməli, bu səhvdir. 2 rəqəmli ən böyük sadə ədəddir. Sadə ədəd olmağına sadə ədəddir, amma ən böyük 2 rəqəmli 97-dir axı, deməli, bu da səhvdir. Rəqəmləri cəmi ən böyük rəqəmdən 5 vahid böyükdür. Rəqəmləri cəmi 14-dür. Ən böyük rəqəmimiz də 9-dur. 9-dan 5 vahid böyük 14 eləyir. Doğrudur. Bu doğrudur. Amma hər ehtimala qarşı digər variantlara da baxmalıyıq. 6-ya böldükdə qalıqda 4 alınır. Deməli, burada 54 6-ya bölünür. 54-də də sonra qalıq 5 qalır. Deməli, bu səhvdir. 5-ə böldükdə qalıqda 2 qalır. 5-ə böldükdə qalıqda 4 qalır. Deməli, bu da səhvdir. Doğru cavab C variantı. 15-ci sualımız onluq kəsi ilə bağlı. İlk baxışda sizə elə gəlir ki, onluq kəsirlər quruluş olaraq mürəkkəbdir, amma yox, çox sadə bir sualdır. Onluq kəsirin təşkillər mərtəbəsini 3, onluqlar mərtəbəsini 2, onda birlər mərtəbəsini 5, yüzdə birlər mərtəbəsini 1 vahid azaldıqda 526 tam yüzdə 34 alınır. Onluq kəsiri tapın. Verilənləri onluq kəsirin üzərində tətbiq edəcək. Onluq kəsirimiz 526 tam vergüldən sonra 2 rəqəm olduğuna görə yüzdə oxunacaq. Yüzdə 34. Bizdə deyir ki, burada azaltdıqda, deməli biz bunların əvvəlki halına baxacağıq. Azaldılmamış halına baxacağıq. Onluq kəsirdə təşkillər mərtəbəsini 3 vahid azaltdıqda, deməli biz 3 vahid bunun təşkillər mərtəbəsini artıracağıq. Üstə gələk 3. Onluqlar mərtəbəsini 2, onluqlar mərtəbəsi təkli onluq 2 artıracaqsan, üstə gəl yazıram. Bura vergül qoyuram. Onda birlər, vergüldən sonra birinci rəqəm onda birlər mərtəbəsidir. Onda birlər mərtəbəsini 5, bura 5 yazıram. Yüzdə birlər mərtəbəsini 1 vahid. Vergüldən sonra ikinci rəqəm yüzdə birlərdir. Burada yazıram 1. Azaltdıqda, amma biz azaltdıqda bu alınıbsa azaldılmamış halını tapmaq üçün üzərinə gələcək də. 5, 8, vergül qalır 9, 4, 5. 549 tam yüzdə 85. Doğru cavab A variantı. 16-cı sualımız maraqlı bir sürət məsələsidir. A şəhərindən 50 km/saat sürətlə motosikletçi yola düşdükdən 2 saat sonra həmin şəhərdən 70 km/saat sürətlə eyni istiqamətdə avtomobil yola düşür. A şəhəridir. A şəhərindən motosikletçi yola düşür. Motosikletçi 50 km/saat sürətlə yola düşür və 2 saat. Onda 50-ni 2-yə vuranda nə qədər elədi? 100 km. Deməli, motosikletçi gəlib buradadır. Motosikletçi buradadır. Bu ortada da 100 km məsafə var. Və bu 100 km məsafəni gedəndə avtomobil yola düşür. Avtomobil də buradan yola düşür. Qeyd edirəm buranı. Avtomobil də buradan yola düşür. İndi bu avtomobil motosikletə çatdığı zaman avtomobil motosikletə burada gəlib çatdı. Tutaq ki, gəlib hər hansı bir çatma nöqtəsidir. Buraya yazıram çatma nöqtəsi. Müəllimlər burada qarışdırır ki, bu necə çatacaq? Bu məsələ hansı məsələ növünə aiddir? Eyni istiqamətli sürət məsələlərinə. Avtomobil motosikletə çatmaq üçün hər dəfə sürətləri fərqi qədər yaxınlaşacaqlar. Yəni bu 100 kilometri böləcək bunların sürətləri fərqinə. Necə tətbiq eləmək? Bax, buradadır, lazımdır. Aradakı məsafənin sürətləri fərqinə bölürük ki, görək neçə saatdan sonra çatır. 70-dən 50-ni çıxanda 20 qalır. 120-yə böləndə 5 saat. Deməli, 5 saatdan sonra çatdı. İndi, bax, harada çatır? Müəllimlər, mən praktikadan danışıram, çox vaxt bunu qarışdırırlar.
Bu 5 saatdan sonra bunlar görüşürlər də belə deyə bir-birlərinə çatırlar. Bu 5 saatı, 5 saatı istər motosikletə görə hesablaya bilərik, istər avtomobilə görə. Bax, yenə də deyirəm, sualı ilə həll eləmək lazımdır, özünüzdə sual yeri qalmasın. Motosikletə görə hesablasam, motosikletin sürəti burada nə qədərdir? 50. 50-ni 5-ə vurarıq, 250 eləyər. İndi belə uyğun gəlməsə də şəkil olaraq. 100 də buradaydı, bu elədir 350 kilometr. Və ya bunu avtomobilə görə də, avtomobil buradan yola düşür və 5 saatdan sonra görüşür. 70-i də 5-ə vurarsan, yenə də bərabər 350. Yəni hazırlaşırsınızsa siz, miqə hazırlaşırsınız, bunun ikisini də bilməlisiniz. 350 kilometr. Əla. Gəlin indi biz bunu tam bax burada bir də sizin üçün şəkil çəkək. Deməli, A məntəqəsi buradır. Gəldilər, bunlar bir-birinə çatdılar. 350 kilometr məsafədə, motosikletçi də buradadır, avtomobil də buradadır. İndi nə deyir bizə? Çatandan sonra motosikletçi geriyə qayıdır. Motosikletçi bax bu yolu buradan geriyə qayıdacaq. Gəlib A məntəqəsinə. Motosikletçi geriyə qayıtmaq üçün neçə saat yol getməlidir? 350-ni motosikletçi geriyə qayıdır, avtomobil isə buradan davam edəcək. 350-ni böləcəksən motosikletinin sürətinə, yəni 50-yə. Bərabər elədi 7 saat. Əla, burada 7 saat çatanda avtomobil də burada dayanacaq. Avtomobil də boş durmur axı bu 7 saat ərzində, avtomobil də gedir. Avtomobilin sürəti nə qədərdir? 70. 7-ni də 70-ə vuranda 490. İndi bizə deyir, avtomobil də tutaq ki, gəldi, bax buralardadır avtomobil. 350 buradaydı, 490 da buradan getdi. Ümumi buradan bura qədər nə qədər olacaq? 350-nin üzərinə 490-ı gələndə eləyəcək 840 kilometr. Ona görə bax bunu tam ətraflı izah elədim ki, başa düşəsiniz. 17-ci sualımız məşhur qəbul suallarıdır. 2024-də də düşüb, 2025-də də düşüb, 2026-da da düşə bilərmi? Niyə də yox? Ölçüləri verilmiş kuboidin, kuboid düzbucaqlı paralelipipeddir. Bir hissəsi kəsilib çıxarılmışdır. Qalan fiqurun həcmi tapın. Ümumiyyətlə, əvvəlcə biz belə də düşündük ki, bunun kəsilib çıxarılan hissəsi, bu bütöv idi də, bax, buradan belə idi. İndi gəlin bunun əvvəlki vəziyyətinə baxaq. Öncəki nə qədər idi? N uzunluq bərabərdir, 9 qeyd eləyək. N bərabərdir, burada N kimi götürsək, N bərabərdir 5, hündürlük bərabərdir nə qədər? Hündürlük də bərabərdir 7. Həcm nəyə bərabərdir? 3 ölçünün bir-birinə vurulmasına. Bunları bir-birinə vursaq, 9 vurulsun, 5 vurulsun, 7 elədi. 9 dəfə 5, 45, 45 də 7-yə vuranda 315 kub santimetr. İndi növbəti kəsilən hissə. Yazıram bura kəsilən hissə. Kəsilən hissədə uzunluq nə qədər olacaq? Uzunluq əvvəl burada 9 idi, indi burada da 4-dür. Deməli, bax, buradan bura qədər 9-dan çıxacaq. 9 çıxılsın, 4 bərabərdir 5. N-ə baxırıq. N burada 5-dir, buradan bura 3-dür. Bütövdə onda bura 2 qalacaq. 5 çıxılsın, 3 bərabər 2. Hündürlük dəyişmir də, hündürlüyünə kəsilməyib. Hündürlük də bərabərdir 7. Bunun həcminə baxaq. 5 vurulsun, 2 vurulsun, 7. 5 dəfə 2, 70 kub santimetr. İndi qalan fiqurun həcmini, yəni bax buradan bizdən bunu soruşur. Daha doğrusu yox, bunu kəsib çıxartmışıq. Bax, burada bu qalanı soruşur. Ümumidən, yəni 315-dən kəsilən hissəni çıxarsaq, qalan hissə qalacaq da. 315-dən də 70-i çıxanda qalır nə qədər? 245. Doğru cavab Y variantı. 18-ci suala baxırıq müəllimlər. Bölünmə əlaməti ilə bağlıdır. 2, 3, 4, 5 və 6 rəqəmlərin hər birindən ən çox bir dəfə istifadə etməklə 3-ə qalıqsız bölünən neçə 3 rəqəmli ədəd yaratmaq olar? 3-ə bölünmə əlaməti rəqəmlərinin cəmi 3-ə bölünən ədədlərdir. 2 ilə başlasaq 2 yaza bilərik. 2, 3, 4. İndi bunların digər hallarını yaza bilərik. Bu öz yerində. Sonra 3 ilə burada indi ədədlərimiz olacaq. 3 ilə başlasaq
3, 4 götürsək, nə olar? 3 ilə 4, 7, bura 5 yaza bilərik. Bunun digər hallarını da yazacağıq. Sonra 2 ola bilər, 4 ola bilər, 6. Niyə? Toplayaq da 2 ilə 4, 6, 6 ilə 6, 12 3-ə bölünür. Sonra qaldı nə? 4, 5, 6. İndi müəllimlər, bax, birini yazacağım, hamısını yazmağa ehtiyac yoxdur. 2 ilə 3, 4-dən hansı ədədləri düzəldə bilərik? 243 düzəldə bilərik, 342 düzəldə bilərik, 324 düzəldə bilərik, 423, 432. 1, 2, 3, 4, 5, 6. Hər birində 6 ədəd. Deməli, 6 ədəd burada, 6 ədəd burada, 6 ədəd burada, 6 ədəd. Yəni, bu bilirsiniz hansı tipli suallardandır? 3 dənə rəqəmlə, yəni 3, 4, 5 rəqəmindən rəqəmləri müxtəlif neçə ədəd düzəltmək olar? Burada 6 dənə hal var. Burada 6 dənə. 4 dəfə 6, 24. Da bir-bir bunları yazmıram. Deməli, neçə belə ədəd yazmaq olar? 24 dənə belə ədəd yazmaq olar. 19-cu sualımız təkliflərlə bağlı maraqlı bir sualdır. Təkliflərdən neçəsi həmişə doğrudur? Az öncə dedim ki, paralelipiped elə kuboid deməkdir. Baxın. Baxın bu. Bizə deyir ki, paralelipipedin 4 yan üzü 2 oturacağı var. Bəli, 4 yan üzlər 2 dənə də oturacaq. Ümumilikdə 6 üzü var. Bu doğrudur. Paralelipipedin oturacaqları kvadratdır, yan üzləri düzbucaqlıdır. Bu ola da bilər, olmaya da bilər. Məsələn, belə halda kubun özü də dəyərli müəllimlər. Mən prizma dərsi çəkmişəm kanalda. Prizma. Yəni bunu anlamaq üçün mütləq o izaha baxın. Kubun özü də bir prizmadır və düzbucaqlı paralelipipeddir. Aydındırmı? Bu həm kub deyə bilərik, həm də düzbucaqlı paralelipipeddir. Yəni bu doğrudur. Amma burada bu düzbucaqlı deyil axı, kvadrat deyil axı. Deməli bu ola da bilər, olmaya da bilər. Bu getdi. Paralelipipedin iki üzünün kəsişməsi til əmələ gətirir. Bəli, bax bu üzlə bu üz kəsişir və kəsişmə nöqtəsi də bax budur. Bunu biraz uzantın çəksək, bu tildir. Bu da doğrudur. Paralelipipedin iki tilinin kəsişməsi təpə əmələ gətirir. Bəli, baxın. Bunu belə baxaq. Burayla buranın kəsişməsi burada bizə bir təpə əmələ gətirir. Doğrudur. Paralelipipedin üzlərinin sayı. Paralelipipedin neçə üzü var? Az öncə dedik. 6 dənə. Tillərinin sayı isə 12 dənədir. 4 dənə yuxarıda, 4 dənə yanında, 4 dənə aşağıda. 6 12-nin neçə faizidir? 6 bölü 12 vur 100. Bir ədəd digər ədədin neçə faizini tapmaq üçün birincini ikinciyə bölüb 100-ə vururlar. 6 6-ya 1, 12 6-ya 2, 100-ü 2-yə böləndə 50%. Deməli, bu da doğrudur. Cəmi bir dənə səhv var da, hamısı doğrudur. 5 dənədən 4-ü doğrudur. Doğru cavab D variantı. 20-ci sual. Bir qarpız öz kütləsinin 5-də 4 hissəsindən 5-də 4 kiloqram daha ağırdır. Bu qarpız neçə kiloqramdır? Cəmi 2 dənə cümlədir. Amma sadə olduğu qədər də biraz çaşdırıcı bir məqam var. Yəni cümləni başa düşmək. Bu nə deməkdir? Qarpız öz kütləsinin 5-də 4 hissəsindən 5-də 4 kiloqram daha ağırdır. Qarpızın kütləsini bilmirik. X götürək. 5-də 4 hissəsi nə qədər eləyəcək? 5-də 4x. 5-də 4 kiloqram daha ağırdır. Yəni bu x, bax görün nə deyirəm. Bu x 5-də 4 hissəsindən daha ağırdır. Onda bu ağırdırsa, qarpızın öz kütləsi, bir qarpız, yəni x kiloqram ağırlıqda bir qarpız öz kütləsinin, yəni 5-də 4 hissəsindən 5-də 4 kiloqram ağırdır. Onda bu yüngül. Bu hər dəfə dediyimiz bərabərlik prinsipi. 5-də 4 kiloqram hansının üzərinə gələcək? Ağırdan çıxa bilərik və ya yüngülün üzərinə gələ bilərik. Bu da bərabərdir. Buradan 5-də 4 bərabərdir. Bu 5-də 4x bu bir tərəfə keçir. X-dən çıxanda qalır. Bu 5-də 5 deməkdir. 5-də 1x. Bunu da çarpaz formada vursaq, x bərabər 4 kiloqram. Yəni elə bu deməkdir. 5-də 1x bərabərdir. 5-də 1x bərabərdir 5-də 4. X də bərabərdir 5-də 5-i 4-ü 5-də 1-ə böləndə cavab eləyir 4. Doğru cavab B variantı. Bu qədər dəyərli müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Videonun rəy bölməsində 20 sualdan neçə səhv, neçə düz olduğunu qeyd eləyə bilərsiniz. İzahlarımız davamlı olacaq. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər. Növbəti izahlarda görüşərik. Hələlik.